Salam, hər vaxtınız xeyir. Növbəti videomuza xoş gəlmisiniz. Bu videoda isə biz Kali Linuxun və virtual maşının qurulmasından danışacağıq. Ümumi olaraq virtual maşının nə olduğu haqqında yəqin ki, məlumatınız var. Bir daha qısa məlumat verim, nəyə görə lazımdır və biz bunu daha çox nəyə görə istifadə edirik. Virtual maşın bizim kiber təhlükəsizlik karyerasında ən çox işimizə yarayacaq terminlərdən biridir, anlayışlardan biridir. Hansı ki biz burada xüsusi olaraq hazırlanmış kiber təhlükəsizlik sahəsinə uyğun olaraq əməliyyat sistemləri qura və onlar üzərində prosesləri icra edə bilərik. Biz nə üçün virtual maşınlardan istifadə edirik? Öz kompüterimizdə istifadə edən zaman qeyd etdiyim kimi biz ayrı-ayrı bütün avadanlıqları öz kompüterimizdə quraşdırmalıyıq. Proqram təminatları olsun, kodlar olsun və s. Bunu öz kompüterimizdə quraşdıran zaman kompüterimizi bir növ kiber hücumlara açıq hala gətirmiş oluruq. Ancaq virtual maşınlardan istifadə edən zaman daha strukturlu gedə bilirik və prosesi daha rahatlıqla idarə edə bilirik. Virtual maşın olaraq biz VirtualBox-ı quraşdıracağıq. Bunun bir neçə fərqli versiyası da var. Eyni şəkildə VMware-i quraşdıra bilərsiniz və başqa virtual maşınlarda quraşdıra bilərsiniz. Və nəyə görə Kali Linuxu quraşdıracağıq? Çünki Kali Linux hal-hazırda kiber təhlükəsizlik sahəsində ən çox istifadə olunan və içində kiber təhlükəsizliyə aid bir çox tool'u ehtiva edən bir əməliyyat sistemidir. Daha çox uzatmadan istəyirsiniz birbaşa quraşdırılmağına keçək. İlk olaraq biz bura VirtualBox yazırıq. Qeyd etdiyim kimi biz VirtualBox üzərindən quraşdıracağıq. İlk çıxan səhifəyə giririk. Bu Oracle-ın təklif etdiyi bir virtual maşın, virtual texnologiyadır. Bu hissədən də yükləyə bilərsiniz. Download hissəsinə gəlirsiniz. Download hissəsində gördüyünüz kimi solda hansı əməliyyat sistemi sizdə hal-hazırda mövcuddursa, onun üzərinə qurmaq üçün seçimlər mövcuddur. Yəqin ki, videonu izləyənlərin bir çoxunda Windows olacaq. Ona görə mən Windows seçirəm. Əgər siz də Mac-OS-dan və yaxud Linux-dan istifadə edirsinizsə, yenə eyni şəkildə bunlardan birini seçə bilərsiniz. Gördüyünüz kimi biz artıq Windows sos düyməsinə basdıqda avtomatik yüklənmə başlanır. Mən virtual maşını yüklədim. Daha sonra istəyirəm Kali Linuxu sizlə birlikdə yükləyim. Kali Linuxu da Kali Linuxun öz səhifəsindən yükləyə bilərsiniz. Elə Kali Linux yazsaz, ilk çıxan səhifəyə girsəz, bunu eyni şəkildə siz endirə biləcəksiniz. Download qisminə gəlirsiniz. Burada sizə 2 dənə seçim şansı verir. Kali Linuxun öz səhifəsindən siz hal-hazırda quraşdırılmış olan virtual maşınlar seçə bilərsiniz. Sanki ki, qeyd etdiyim kimi bütün fayllardır. Kali Linuxun özünün əməliyyat sistemidir və lazım olan digər bütün faylları belə deyim, hazır paket şəklində də yükləyə bilərsiniz. Ancaq məsləhətim odur ki, əgər birinci dəfə quraşdırırsınızsa, manual şəkildə quraşdırmağınız daha yaxşı olar. Biz də bu dərsdə manual şəkildə quraşdıracağıq. Yox, əgər deyirsinizsə, mənə daha rahat, daha sürətli variant lazımdır. Bu zaman artıq hal-hazırda içində qurulmuş halda virtual maşınlarda eyni şəkildə yükləyə bilərsiniz. Qeyd etdiyim kimi biz ISO image-dən istifadə eləyəcəyik. Mən buradan ISO image-i seçdim. Daha sonra aşağı gələndə gördüyünüz kimi ilk çıxan Kali Linuxu seçə bilərik. Burada digər versiyalar da mövcuddur. Bizə əsasən bu lazımdır. Ümumi olaraq 4.4 GB-dır. Bu arada siz bu videonu izləyən zaman ola bilsin ki, Kali Linuxun versiyaları dəyişmiş olsun. Ancaq heç bir fərq etməyəcək. Kali Linux ümumiyyətlə çox sürətli şəkildə yeni update-lər alan bir əməliyyat sistemidir. Yəni bunun interfeysini dəyişməyində və s. heç bir problem yoxdur. Yəni quraşdıran zaman sizdə əgər interfeys fərqli görsənirsə, bundan qətiyyən narahat olmayın. Gördüyünüz kimi Kali Linux hal-hazırda məndə yüklənir. Yüklənmə bitdikdən sonra mən videoya qaldığı yerdən davam edəcəm. Gördüyünüz üzrə məndə artıq Kali Linux yükləndi. Daha sonra biz VirtualBox-ın quraşdırılmasını keçək. VirtualBox quraşdırıldıqdan sonra isə biz onun daxilində inşallah Kali Linux seçəcəyik və digər prosesləri birlikdə tamamlayacağıq. Burada çıxan səhifədə hər şeyə next etsəz kifayət eləyəcək. Sadəcə bəzən belə suallar olur, qəbul edin. Yenidən next-ə basırıq. Yenidən basırıq, yenidən və install düyməsinə basırıq. Burada yenə sizin kompüterinizin gücündən asılı olaraq daha qısa və yaxud daha uzun çəkə bilər. Bizdə ümumiyyətlə Kali Linuxun quraşdırılmasında belə proseslər olur. Birazdan VirtualBox-ın üstündə də quraşdıranda görəcəksiniz ki, biz daha çox gözləməliyik, nəinki hansı əməliyyatları yerinə yetirmək. Gördüyünüz kimi bu artıq quraşdırıldı. Daha sonra finish-ə basırıq və avtomatik olaraq VirtualBox işə düşəcək. Daha sonra gördüyünüz kimi məndən artıq VirtualBox quraşdırıldı. Siz girəndə burada sizdə heç bir belə deyim əməliyyat sistemi olmayacaq. Mən daha öncəsində bununla məşğul olduğum üçün burada 2 dənə əməliyyat sistemi görsənir. Sizdə isə bu hissə boş olacaq. Təbii ki, əgər birinci dəfə quraşdırırsınızsa. Daha sonra new hissəsinə basırıq. Biz yeni virtual maşın yaratmaq istəyirik. Burada virtual maşınımıza bir ad qoymamızı bizdən istəyir. Mən bunun üçün Kronos adı yazacağam. Daha sonra isə buradan ISO image hissəsindən bayaq yüklədiyimiz Kali Linux faylını seçirik. Buradan order hissəsinə gəlirik və buradan installer'ımızı seçirik. Burada avtomatik olaraq digər hissələr belə deyim, avtomatik olaraq yerinə qoyulacaq. Siz daha sonra finish hissəsinə basmalısınız və bunun daha sonra start mərhələsinə basırsınız. Biz artıq maşın belə deyim, qalxandan sonra da onun daxilində bəzi konfigurasiya prosesləri icra eləyəcəyik. Daha sonra isə yekun olaraq inşallah videomuzu yekunlaşdıracağıq. Gördüyünüz kimi məndə başladı. Burada bir neçə dənə bizə seçim şansı verir. Biz qrafik şəkildə install eləmək istəyirik. Install hissəsinə gəldikdə isə bunun altında olan hissəyə siz bunu
command line üzərindən, yəni əmrlər vasitəsilə icra eləyəcəksiniz. Bu isə nisbətən daha çətindir. Ona görə biz qrafik şəkildə quraşdırılma hissəsinə basırıq. Gördüyünüz kimi belə bir pəncərə açıldı. Buradan bizdən dil seçməyimizi istəyir. İngilis dili seçib enterə basıram. United States seçirəm. Burada isə klaviaturamızın hansı dildən istifadə etməyini seçməyimizi istəyir. Burada isə American English seçimini eləyirəm. Burada yenə yüklənmə biraz vaxt alacaq. Bayaq da qeyd etdiyim kimi bu yüklənmənin müddəti sizin kompüterinizin gücündən asılı olaraq dəyişir. Bu mərhələlərdə yəni biz əsasən gözləyirik və Kali Linuxun özünü quraşdırmaq üçün biraz səbirli oluruq. Daha sonra bizdən Kali Linux üçün ad seçməyimizi istəyir. Mən bura Kali yazıram. Burada siz qeyd edeyim ki, burada hostname hissəsində fərqli bir ad yaza bilərsiniz. Bu sizin istifadəçinizin adıdır. Mən Kali olaraq yazıram. Daha sonra domain adı bizdən istəyir. Buna da eyni şəkildə yenə Kali olaraq qeyd edirəm. Full name istəyir, hansı ki istifadəçi üçün hansı addan istifadə etməliyik və necə daxil olacaq. Buna mən yenə Kali yazıram. Ümumiyyətlə bu çıxan səhifələrin hər birində siz yenə eyni şəkildə Kalidən istifadə edə bilərsiniz. Əgər ilk dəfə quraşdırırsınızsa baş qarışıqlığı yaranmamaq üçün mən də yəni bu səbəbdən Kali istifadə edəcəm. Parol da yenə eyni şəkildə istəyinizdən asılı olaraq bir parol qoya bilərsiniz. Siz hansısa bir əmr icra edən zaman, administrator icazəsi və s. lazım olan zaman sizdən Kali Linuxun daxilində parol istəyir. Ona görə parolu unutmamağınız mütləqdir. Mən yaddan çıxmamaq üçün və rahat olmaq üçün burada da yenə Kali yazıram və davam edirəm. Burada bizim üçün vaxt rejimini seçməyimizi istəyir. Bunun bir fərqi yoxdur. Mən ona görə ilk seçimi etdim. Burada artıq avtomatik olaraq bizə diskləri müəyyən etməyə çalışır və disk seçimlərini bizdən soruşacaq. Burada da yenə qabağımıza çıxan seçimləri etdikdən sonra next düymələrinə basacağıq. Burada bir neçə seçim şansı verir. Burada ilk seçimi edirik və next-ə basırıq. Burada gördüyünüz kimi yenə bir neçə hissə göstərir. Bu bizim diskimizin necə ayrılıb-ayrılmamağını bizdən soruşur. Yeni istifadəçilər üçün məsləhət görülür ki, təbii ki, bütün belə deyim faylları bir diskin içində saxlasın, yəni bir partiyanın içində saxlasın. Ona görə biz yenə next-i seçirik. Və eyni şəkildə yenə enterə basırıq. Buradan yes-i seçərək eyni şəkildə enterə basırıq. Gördüyünüz kimi daha sonra bizim qarşımıza belə bir seçim çıxır. Buradan sadəcə genomu aktivləşdirin, daha sonra isə yenidən continue düyməsinə basın. Başqa heç bir yerə əl vurmağınıza ehtiyac yoxdur. Sadəcə qeyd etdiyim kimi genomu aktivləşdirib biz yenidən davam eləyəcəyik. Burada isə yenidən bir yükləmə ekranı açılacaq. Burada da yenə bayaqdan etdiyimiz kimi yenə bir gözləmə periodu olacaq. Gördüyünüz kimi növbəti səfərdə artıq qarşımıza belə bir seçim çıxdı. İlk seçimi seçib yenidən enterə basırsınız. Daha sonra bütün qeydiyyat prosesini bitirdikdən sonra bizdə belə bir səhifə açılacaq. Ola bilsin sizdə virtual maşının özü birbaşa açılsın. Onu bağlayıb daha sonra parametrlər qismindən yenə mənimlə birlikdə keçid eləyə bilərsiniz. Gördüyünüz kimi məndə yenə fərqli bir virtual maşını keçid etdim. Məndə yaddaşda hal-hazırda yer olmadığı üçün bundan davam eləyəcəm. Ancaq sizlə birlikdə getdiyimiz qədər olan hissədə əlavə bir addıma ehtiyac yoxdur. Yəni o addımı da bitirdikdən sonra siz avtomatik olaraq virtual maşını başlada biləcəksiniz. Daha sonra biz qayıtdıq bu səhifəyə. Bu virtual maşının, yəni virtual box'ın öz əsas səhifəsidir. Daha sonra biz gəlirik settings qismindən. Settings qismində birlikdə bəzi addımları icra eləyəcəyik. Gördüyünüz kimi avtomatik şəkildə bizim buraya yerləşdirdiyimiz virtual maşının adı qeyd olunub və virtual box tərəfindən hansı əməliyyat sistemindən istifadə etdiyi və əməliyyat sisteminin versiyası kimi detallar burada eyni şəkildə qeyd olunub. Daha sonra biz gələk sistem hissəsindən RAM qisminə. RAM-ı da məsləhət görərəm ki, minimum 4 GB olmaqla verin. Təbii ki, əgər kompüterinizdə daha az RAM yeri varsa 2 GB-la da bunun işləməyi belə deyim problemsiz şəkildə işləyir. Ancaq 4 GB və yaxud 8 GB varsa verməyiniz daha rahat şəkildə işləməyinə kömək olacaq. Prosesor qisminə gələk. Prosesor qismində neçə dənə nüvəni ayırdığımızı göstərir. Burada da ən azından çalışın 2-4 arası nüvə verin. Daha az olduqda ola bilsin ki, işləmə zamanı bəzi problemlərlə qarşılaşırsınız. Daha sonra gələk biz display qisminə. Display qismində də çalışın minimum 16-32 GB arası olmaqla bir video yaddaş verin. Storage qisminə gəlirik. Burada bizdə qeyd olunub hansı Kali Linux-imizdən istifadə olunur. Bunun ümumi virtual belə deyim tutduğu yer nə qədərdir? 25 GB aralıq. Bu bizə ilkin mərhələdə kifayət eləyəcək. Daha sonra isə təbii ki, bunun artırılmağının da yolları mövcuddur. Audio qisminə gələk. Audionu default olaraq saxlasaz kifayət eləyir. Daha sonra biz gəlirik network qisminə. Network qismində də NAT seçməyinizə məsləhət görərəm. Buradan isə bu seçimi aktivləşdirsəz, internetə də eyni şəkildə çıxışınız olacaq. Burada bizim başqa toxunacağımız yer yoxdur. USB-ni də eyni şəkildə aktivləşdirə bilərsiniz. Yəni kompüterinizə fiziki olaraq daxil olunan USB-ni də eyni şəkildə detekt eləyəcək və bu da köməyinizə yarayacaq.
Qalan yerləri dəyişdirməyimizə ehtiyac yoxdur. OK düyməsinə basırıq. Daha sonra isə bu start qismindən virtual maşınımızı başlada bilərik. Gördüyünüz kimi başladan zaman belə bir səhifə bizi qarşılayır. İlk seçimi edirik və daha sonra isə biz quraşdırma prosesində hansı parolu təyin etmişdiksə, həmin parolu daxil eləyərək Kali Linux əməliyyat sistemimizə giriş eləyə biləcəyik. Gördüyünüz kimi bizim bir dənə istifadəçimiz var. Kali, Enterə basırıq. Daha sonra isə parolumuzu yazırıq. Enterə basdıqda gördüyünüz kimi virtual maşına daxil olmuş olduq. Və gördüyünüz kimi son mərhələ olaraq da biz artıq virtual maşını aktivləşdirdik. Bundan sonraki mərhələdə kiber təhlükəsizliklə bağlı bütün praktikaları biz Kali Linux maşının üzərində işləyəcəyik. Bütün qeyd olunan mərhələləri mənimlə birlikdə paralel işləsəz, siz də eyni şəkildə virtual maşını quraşdırmış olacaqsınız. Gəlin bəzi əmrlər icra eləyək. Məsələn, gördüyünüz kimi problemsiz şəkildə eyni şəkildə işlədə bilirik. Biz inşallah növbəti dərsdə də Kali Linuxda və ümumi olaraq Linuxda istifadə olunan əmrlərlə tanış olacağıq. İlkin əmrlər haqqında danışacağıq. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Quraşdırma zamanı hər hansı bir problem yaransa, şərhlərdə qeyd eləyə bilərsiniz. Bacardığım qədər cavablandırmağa çalışacağam. Növbəti videoda görüşənədək.